dəqiqə bir ünvana satır. Əgər istəsən, yol haqqı ödəməyə bilərsin. Amma necə? Yəni 10 dənə sual verəcəm sizə. 10 dənə sualdan 9'da doğru cavab verirsə, siz yəni yolsuz sizdə azı dağıtmağa çalışır. Sonra ödəməyəcəksiniz. Pulsuz getmiş olacaqsınız. Gün ərzində 5 dənə sərnişinlə belə bir oyun keçirirəm. İlk qoşulurlar. Amma TikTok'da paylaşılacaq. Yəni buna razı verməyəcək. Tamam. Başlayalım. Çay uzunluğu Volga. Volga. Aha. Tamam. Doğrudur. Bir maaşım azaldı. Keçdi o bir sonra rəqəmləri öyrənən elm necə adlanır? Numerolojiya. Hı? Bu da doğru. Üçüncü suala doğru. Yəqin var olar. Bir dənə də var. Var. Belə məntiqli. Bu da doğru. Bu artıq 7-ci sualımız sizdə. Qaldı sizdə 3 dənə sual. Mən özüm belə kəsirəm tam olaraq deyirəm də. Qazın mahiyyət verilməsi sözü necə adlanır? Qazın mahiyyət verilməsi. Sublimasiya. Siz ənlənləyirsiniz. Son 3 dənə sual qalır. Ona görə risk elədim. Səhv oldu. 2 dənə sualımız qaldı. Sizdə də doğru cavab verməliyəm. Abman qabağa çıxdı. Deməli, hansı ABŞ ştatlarından biri deyil. Bu rahat çıxmaq. Alberta. Gəl, bu monitorizm rəyini ən çox deyir. Düşünmüşəm elə. Bir dənə sual qaldı. Aşağıdakılardan hansı xəzri adlanır? Şimal küləyi, qərb küləyi, şərq. Tuzla parmaq sizlərdə. Onda keçəydə bunu. Keçək, sualı keçək. Çolanı hansıdır? Aşağıda geyim üstülərdən kiçik olan, bu rahat. Çok rahat. M'dir də, görədin də. M-dir. Bəli, məncə M olur, M daha. Təbrik edirəm. Siz bugünün qalibi olsunuz. Siz yolu ödənişsiz gəldiniz. Allah halal edeyim. İnşallah TikTok'da, yollarda özünüze bakarsınız. Adınızı da deyə bilərsiniz. Kərəmdir adım. Kərəm. Kərəm. Şad olsun. Çok sağ olun. Teşekkür ederim. Minnətdarlar. Birinci xeyr və sağ olun.